O, yalnız Türkiyənin deyil, bütün Türk dünyasının qürur mənbəyi idi. 1936-cı il noyabrın 20-sində Amasya vilayətinin Merzifon rayonunda dünyaya gələn İbrahim Yıldırım kökləri Qazax torpağına, Azərbaycanın qədim elinə bağlı olan bir nəsildən idi. Ulu babası Sarıqulu 1898-ci ildə Çar Rusiyasının təzyiqləri nəticəsində Qazaxdan Türkiyəyə köç etmiş, ailəsi isə orada elmi, savadı və türk kimliyinə sədaqəti ilə tanınmışdı. İbrahim bəy sonralar deyirdi: "Biz siyasət adamı deyilik, amma hər kəsin bir mədəniyyəti var. Bizim mədəniyyətimiz türk mədəniyyətidir. Türk dünyasının qəlbi isə Azərbaycandır." Uşaqlıq illərini Merzifonda və Trabzonda keçirən İbrahim Yıldırım gənc yaşlarında atasının və babasının yolunu davam etdirərək həkim olmağa qərar verdi. 1963-cü ildə İstanbul Universitetinin tibb fakültəsini bitirdi və sonrakı illərdə həm ümumi cərrahiyyə, həm də plastik, rekonstruktiv və estetik cərrahiyyə üzrə ixtisaslaşdı. O, tibb elminin zirvələrinə doğru böyük bir əzmlə irəlilədi. Türkiyədə, İngiltərədə, Avstriyada, Almaniyada və Fransada fəaliyyət göstərərək öz peşəsinin ən incə sirlərinə yiyələndi. İllər sonra isə minlərlə həkimin müəllimi, minlərlə insanın həyatına işıq salan böyük bir alimə çevrildi. İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində çalışdığı dövrdə saysız-hesabsız tələbə yetişdirdi. Türkiyənin və dünyanın bir çox tibb qurumlarında ölkəsini layiqincə təmsil etdi. O, Avropa Birliyində, Türk Plastik Cərrahiyyə Cəmiyyətində, Qaradəniz Universitetlər Birliyində, eləcə də bir çox beynəlxalq təşkilatlarda mühüm vəzifələr daşıyırdı. İbrahim Yıldırım təkcə elmi fəaliyyətlə deyil, həm də insani missiyası ilə seçilirdi. O, 1988-ci ildə Yeni Cərrahiyyə Yöntəmləri yarışmasında qalib gələrək adını dünya tibb tarixinə yazdırdı. Lakin ən böyük uğurunu insanların qəlbində qazandı. Azərbaycan sevgisi isə onun bütün ömrü boyu dəyişməz qaldı. 1990-cı ilin oktyabrında Bakıya gələrək Semaşko xəstəxanasında əməliyyatlar aparan ilk türk cərrah oldu. 230 xəstəni təmənnasız əməliyyat etdi, xəstəxanaya su çəkdirdi, şəraitin yaxşılaşdırılmasına kömək etdi. 1994-cü ildə bir qrup həkimlə yenidən Azərbaycana gəlib hərbi hospitalda yaralı əsgərlərimizə yardım göstərdi. Azərbaycan gənclərinin olan qayğısı isə ayrıca bir hekayədir. O, yüzlərlə Azərbaycanlı tələbənin Türkiyədə tibb təhsili almasına şərait yaratdı. Onların hər biri üçün bir müəllim, bir ata kimi dayaq oldu. Sonralar bu gənclər Azərbaycanın tanınmış həkimlərinə çevrildilər. İbrahim Yıldırımın bütün həyatı elmə, insanlığa və türk birliyinə həsr olunmuşdu. O, Azərbaycan və Türkiyə arasında körpü yaradan bir alim idi. Qəlbi iki vətən arasında bölünmədən döyünürdü. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2019-cu ildə onu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı ilə təltif etdi. Bu, onun illərlə göstərdiyi səmimi sədaqətin və qardaşlıq xidmətlərinin bir simvolu idi. Professor İbrahim Yıldırım sadəcə bir cərrah deyildi. O, elmə yön verən alim, insanlığa şəfa gətirən həkim, millətinə sevgi bəxş edən bir ürək idi. İbrahim Yıldırım 2023-cü ildə təbibin təşkil etdiyi dünyadakı Azərbaycanlı təbiblərin simpoziumunda fəal iştirak edərək tədbirə əhəmiyyətli töhfə vermişdi. Çok teşekkür ederim. Benim burası için büyük bir hatıram var. Ben bu stüdyonun bu görüntü içinde 1990 yılında o zamanki şartlar içerisinde buraya geldim. Konuşma tarzı da biz orada oturuyorduk, ışıklar da buradan veriliyordu. Onun için çok heyecan duydum. Azerbaycan'a ilk gelişim tabii İstanbul Üniversitesi Cerrahpaşa Tıp Fakültesi öğretim üyesi olarak geldim. Kendi yurdum, anamın atamın yurdu. Onun içinde tabip diye bir kuruluş kurulunca aslında ayrıntısını çok iyi bilmediğim halde hemen o daveti alır almaz kabul ettim. Ondan sonra da kalktık buraya geldik. Şunu gördüm. Bir devlet gelişirken işte böyle hareketlerle gelişir. Çok güzel şeyler yapılıyor. Bunları biz de takip ediyoruz Türkiye'den. Takip de etmeliyiz yani. Türkiye ile Azerbaycan ayrılmaz bir bütün çünkü. O bakımdan zannediyorum ki istikbalde daha çok iyi şeyler olacak. Sonra benim buradan nasip oldu. Atamın da bana vasiyetine uyarak ilk 10 tıp talebesini götürüp İstanbul'da Cerrahpaşa ve Çapa tıp fakültelerine yerleştirmek, onları yetiştirmek oldu.
Onun için de mutluyum çok. Ondan sonra götürdüklerim bana da gene heyecan veriyor ama ilk götürdüğüm talebeler O bir bana başkadır, daha çok. düzdür? O bir başkadır, o daha doğmadır ve Tabii. tabii ki hiçbir şeyle müqayisə olunacaq bir şeydir. Çok gözəl xatirənizi qoymuş. Onun səmimiyyəti, fədakarlığı və işinə olan hörməti hər kəsin yaddaşında dərin iz buraxıb. İbrahim Yıldırımın xatirəsi həmişə ehtiramla anılacaq. Onun adı türk dünyasının yaddaşında əbədi yaşayacaq. Allah rəhmət eləsin.